Peyğəmbərin də eşit olduğu bir məclisə gəlib deyir ki, əgər Allah mənə var dövlət verərsə, mən onu onun yolunda kasıblara paylayacağam. Elə olur ki, bunun əmisi vəfat edir, onun var dövləti miras olaraq qalır bu kişiyə. Bəli. Amma kişi Peyğəmbərə və Allaha verdiyi sözü tutmur. O şəxs barəsində Quran-ı Kərimdə ayə nazil olur. Dünyada və axirətdə onu pis aqibətin gözləməsi haqqında bir ayə enir. Və hətta ayədə belə bir söz keçir ki, onu o dünyada şiddətli əzab gözləyir. Nəyə görə? Oturub düşünürsən ki, nə üçün bu adam şiddətli əzab gözləyir? Yəni, Allahla əhd bağlayıb, Allahı əhəmiyyətsiz bir tərəfdaş bilərək sözü pozmaq olmaz. Allah elə